Salam. Deməli, sizə belə bir OTK Azərbaycan dili sualı təqdim edirəm. Sual açıq tipli sualdır. Sualda deyir ki, cədvələ əsasən nümunədəki sözlərlə bağlı uyğun fikirləri müəyyən edin. Birincisi biz uyğunluğu tapacağıq burada. Nümunədə deyir ki, intizar cüzarına səbir buludundan su verilərsə, qönçə çiçəklənib muradına çatar. Doğrunun altından doğrular, yanlışın altından yanlış fikirlər götürüləcəkdir. Nümunədə şəxsə görə dəyişməyən feil yoxdur deyir. Şəxsə görə dəyişməyən feillər məstər feili, sifət feili bağlamadır ki, biz burada çiçəklənib, çiçəklənərək ib şəkilsin feili bağlamanı görürük. Deməli, var. Bir, yanlış ifadədir. İki də deyir ki, nümunədə yalnız isim və feil var. Baxaq. İntizar isim, gülzar isim, səbir isim, bulud isim, su isim, verilmək feil. Qönçə isim, çiçəklənib feil, muradına çatmaq, feil, frazoloji birləşmə. Bəli, iki düzgün ifadədir, yəni düzgün fikirdir. Üçdə deyir ki, şərt şəklində olan feil məhsul növdədir. Şərt şəkil deyirsə, burada biz baxa bilərik, verilərsə, sə var çünki burada. İndi baxaq görək, bu şərt şəklindədirmi, məhsul növdədirmi, ona baxaq. Verilərsə, su verilərsə məhsul növdədir, amma bu şərt şəklində deyil. Çünki burada fikir veririksə əgər qeyri-qəti gələcək zamanı şəkilcisindən sonra gələn ünsür isə hissəcik hesab olunur. Yaddan çıxarmaq olmaz bunu. Mütləq şəkildə hissəcikdən əvvəl gələn burada deməli, feilin sadə şəkili var. Feilin sadə şəkili olduğuna görə burada artıq deməli, burada isə hissəcik olacaq. Ona görə də yanlış fikirdir. Yanlışın altından yanlışları götürəcəm. Adlı halda olan 3 isim işlənmişdir deyir. İntizar cüzarına, intizar cüzarı, intizar burada yiyərək haldadır. Çünki ikinci növ yaratdı burada. Cüzarına A yönlük haldadır. Səbir buludundan, səbir buludu ikinci növ isim birləşmədir. Səbir yiyərək haldadır. Yiyərək haldadır burada yiyərək haldadır intizar. Burada yönlük haldaydı. Yönlük halda buludundan dan çıxışlıq haldaydı. Çıxışlıq haldaydı. Su adlıq haldadır. Burada qönçə adlıq haldadır. Qönçə adlıq haldadır. Sonra isim daha yoxdur. Deməli 3 deyir. Biz ikisini gördük. 4 yanlışdır. Çıxışlıq halda işlənmiş söz mənsubiyyət şəkilçisi qəbul etmişdir. Bəli, dan qəbul edibdir. Buludu, u burada mənsubiyyət şəkilçisidir. Ona görə də düzgün fikirdir. Biz düzgün götürmürük. Altıda deyir ki, nümunədə eynilik hissəsinə aid amonim söz işlənmişdir. Bəli, burada bulud sözüdür ki, bulud sözü həm qap kimi, həm də ki, bulud göydəki bulud kimi işlənə bilir. Cavabımız 2 və 4.